Salam hər kəsə. Bu gün sizlərlə keçən il blok imtahanına düşmüş olan tənliklər sistemi sualına baxırıq. İlk növbədə burada diqqət edirik ki, bizə y minus x-in 2-yə bərabər olduğu verilib və yuxarıdakı tənlikdə müəyyən əvəzləmələr, dəyişikliklər aparırıq. İlk növbədə baxırıq ki, burada hazır şəkildə bizə y minus x ifadəsi verilir. Daha sonra diqqət edirik ki, burada y kvadrat minus 3xy plus x kvadrat verilir. Biz bunu y kvadratı çıxılsın 2xy üstə gəlinsin x kvadratı çıxılsın xy şəklində yaza bilərik. Çünki mənfi 2xy ilə mənfi xy bizə mənfi 3xy verəcək. Davamını da olduğu kimi köçürdürəm. Aydın məsələdir ki, bu ifadə bizə y çıxılsın x-in kvadratını verəcək. Çıxılsın xy üstəgəl y çıxılsın x üstəgəl 9 bərabərdir 0-a. Bizə də misalda verilib ki, y minus x bərabərdir 2-yə. Burada da 2-ni, burada da 2-ni yerinə qoyduq. Oldu 2-nin kvadratı, yəni 4. Çıxılsın xy üstə gəlinsin 2, üstə gəlinsin 9 bərabərdir 0-a. Buradan da alırıq ki, 15 çıxılsın xy bərabərdir 0-a. Yəni, xy ifadəsinin özünün cavabı olacaq 15. Bizdən də xy hasilini soruşurdu. Deməli, cavab olacaq 15.